Salam, hər vaxtınız xeyir olsun. Kodlaşdırmaya aid olan tapşırıqları nəzərdən keçirək. Deməli, birinci sualımızda 516 səhifədən ibarət sənədin ilk 4 səhifəsində 512 vurulsun, 512 piksel və 256 rəng çalağı palitra ilə rənglənmiş qrafiki təsvir var. Digər səhifələrin hər birində isə 64 sətir, hər sətirdə isə 32 simvol var. Unicode'da yazılmış bu sənədin informasiya həcmini tapın. Bu misalı biz iki hissədə həll edəcəyik. Birinci hissədə ilk 4 səhifəyə görə həcmi tapıb, növbəti hissədə isə kitabın həcmini tapacağıq və sonda isə bu ümumi həcmi tapmış olarıq cəmləyərək. Deməli, birinci baxaq. Sənədin ilk 4 səhifəsi. İlk 4 səhifə dediyindən 4-ü ayrıca götürdük 2:2 şəklində. 512 vurulsun 512 piksel. 512-ni yazırıq 2:9 vurulsun 2:9 şəklində. Rəng çalağı dedikdə biz burada üzərinin bitini götürməliyik. 256 da 2:8-ə bərabərdir. Üstünün bitini, yəni 8 biti götürdük. 2:3 bit. Və birinci halda biz qrafiki təsviri tapırıq. Ümumi onsuz da bizdən cavabı megabaytda istədiyindən bitdən megabayta keçmək üçün 223-ə bölə bilərik. Adi riyazi qaydada olduğu kimi də vuran zaman üstlər toplanır, bölən zaman isə üstlər çıxılır qaydasından istifadə edərik. Deməli, ilə bura baxsaq, 223 edir. 223 ilə də 223-ümüz ixtisara getsə, burada qalacaq 1 megabayt. Deməli, ilk 4 səhifə üçün aldıq 1 megabayt. Keçək digər səhifələrə. Bizdən 516 səhifənin ilk 4 səhifəsini istifadə etmişik. Yerdə qalıb 512 səhifəmiz. 512-miz də 2:9-a bərabərdir. Hər birində 64 sətir var. 64-ü qeyd edərik 2:6 şəklində. Hər sətirdə 32 simvol var. 32-ni isə qeyd edərik 2:5 şəklində. Unicode kodlaşdırması ilə yazılıb. Unicode'u yazmaq üçünsə 2 bayt qeyd etməyimiz lazımdır. Yəni 2:1 şəklində bunu da qeyd edərik. Baytdan megabayta keçəndə ardıcılığı da xatırlasaq görərik ki, baytdan megabayta keçən zaman 2:20-yə bölərik. Bölək 2:20. Aha, deməli, bu ilə 2:21 ilə də 2:20-ni ixtisara aparsaq, qalacaq 2:1, 2 megabayt. Ümumi həcmi bizdən istədiyindən aldığımız 2 megabaytla 1 megabayta cəmləyərik. Cavabımız 3 megabayta bərabər olacaq. Bu olur bizim birinci sualımız. Keçək növbəti ikinci sualımıza. İkinci sualımızda. Yol hərəkət qaydalarının pozulması hallarını avtomatik qeydə alan cihaz 8192 rəngli palitradan istifadə etməklə 24/768 piksel ölçülü rəngli fotoşəkillər çəkir. Ötürmək üçün şəkillər özündə 512 belə təsviri saxlayan paketlərdə qruplaşdırılır. Bir paketin ölçüsünü müəyyən edin. Yenə bu sualda da baxacaq. 8192 rəngli palitra. Palitra dediyindən biz dedik ki, üstünün bitini götürərik. 8192 də 213-ə bərabər olduğundan üstünün bitini götürsək, bu edəcək 13 bit. 13-ü qeyd edin. 13 bit hətta yazaq. 1024 vurulsun 768 piksel. 1024-ü qeyd edirik 2:10 şəklində. 768-i də 256 vurulsun 3 kimi yaza bilərik. Yəni 2:8 vurulsun 3. 512 belə təsvir. 512-ni isə qeyd edə bilərik 2:9 şəklində. Cavabı bizdən megabaytda istəyir. Yenə bitdən megabayta çevirən zaman 2:23-ə bölərik. Və yaxud da bunun elə üzərini birbaşa hazır qiymət kimi də yazsaq. Deməli, bu bərabər olacaq 2:27 vurulsun 39-a. 13-ü də çevirsək 39. Bitdən də megabayta keçirən zaman 2:23-ə bölərik. 27 ilə 23-ümüz də ixtisar getsə qalacaq 2:4, yəni 16. 16-nı da 39-a vursaq, nəticəmiz 624 megabayta bərabər olacaq. Deməli, bu misalımızın da cavabı bərabərdir 624 megabayta. Növbəti 3-cü sualımızda 64 saniyəli yüksək keyfiyyətli audio faylın həcmini tapın. Bu da bizdən cavabı kilobaytda istəyir. Deməli, 64-ü biz qeyd edə bilərik 2:6 şəklində. Yüksək keyfiyyətli səs dedikdə 16 bit və 44 kHz-ə vurmamız lazımdır.
Bu misalda tətbiq edək. 16-nı yazarıq küstü 4 şəklində, bit olduğunu vurğulamaq üçün də kənarda qeyd edək. 44 kilohes. Kiloqram qram qaydasında olduğu kimi, kilohes hesdə də kilodan çevirmək üçün minə vurmalıyıq. Mini də biz qeyd edə bilərik 125 vurulsun 8 şəklində. Küstü 3. Bitdən kilobayta çevirən zaman isə küstü 13-ə bölərik. Elə burada bizim küstü 13-lərimiz ixtisara gedər. Qalacaq 44 vurulsun 125. 44-ü də 125-ə vursaq, nəticəmiz 5500-ə bərabər olar. 5500 kilobayt. Növbəti 4-cü sualımızda. Atbaş üsulu ilə şifrələnmiş mətn aşağıdakıdır. 2 beyt kəsdik. Orijinal mətni tapın. Deməli, atbaş üsulunda biz dedik ki, əlifbanın sondan əvvələ doğru qeyd edirik. Yəni, əlifbanın birinci hərfi A əvəzlənir sonuncu hərfi Z ilə. İkinci hərfi B əvəzlənir sondan ikinci hərf Y hərfi ilə. Bu da mən videoda vaxt itirməmək üçün belə qeyd etmişəm. Yaxşı olar ki, sizin özünüz də bu şəkildə çıxarasınız ki, hərfləri orada qarışdırmayasınız. Deməli, bu şəkildə qeyd edək. İndi kibet hərəkəsi sözünü tapanda baxıram ki, K-nın kodlaşdırılmış hərfi. K-nın kodlaşdırılmış hərfi olacaq P. Deməli, şifrələnmiş birinci hərfimiz oldu P. I-nin kodlaşdırılmış hərfi olacaq R. B-nin hərfi Y, E hərfi olacaq V ilə, R hərfi olacaq I ilə əvəzlənmiş, T hərfini əvəzləyərik G hərfi ilə, E hərfini yenə əvəzləyərik V hərfi ilə, H hərfi S ilə əvəzlənəcək, L hərfi O hərfi ilə, U hərfini əvəzləyəcək deməli F hərfi ilə, K hərfi əvəzlənəcək P hərfi ilə, E hərfinə yenə V hərfini yazarıq, S hərfi üçün H, I hərfi üçün L hərfi, Z hərfi üçün A hərfini, L üçün O, I hərfi üçün R hərfi və sonra da K hərfi üçün də qeyd edərik P hərfini. Bu da oldu bizim şifrələnmiş mətnimiz. Yəni, adaca olaraq hərflərin qarşılıqlarını taparaq qeyd etdik. Və yaxud da belə də baxa bilərdik. Adaca sayadıq, əvvəldən sona doğru da qeyd edə bilərik və ya hazır bu şəkildə özümüz üçün qısaca onsuz da əlifba qarşımızda olacaq. Qısaca çıxara da bilərdik ki, A üçün Z, B üçün Y və buradan sonra da rahat bir şəkildə tapa bilərik. Gələk Qransfeld üsulu ilə kodlaşdırma. Əlifbana bir də 0-dan 25-ə qədər nömrələnməsi bizə bir çox kodlaşdırma üsulunda lazım olacaq. Gəlin Qransfeldi yazaq. Qransfeld üsulu necədir? Qransfeld üsulu biz dedik ki, bir qədər oxşuyur Sezar üsuluna. Bu üsulda da Sezar üsulunda olduğu kimi hərfləri rəqəmlərlə sürüşdürmə vasitəsidir. Kodlaşdırma deyilsə irəliyə doğru, şifrələmə deyilsə irəli, deşifrələmə deyilsə geriyə doğru hərəkət edir. Bu da diqqət edin, bizdən deşifrələnmə deyil. Deşifrələmə deyilsə, deməli geriyə doğru hərəkət edəcək. Və Sezardan fərqi ondan ibarətdir ki, Sezarda bir açar olurdu. Yəni, məsələn, açar 3 olduqda hər birini standart 3 mövqe irəli və ya geri aparırdıq. Burada isə açarımız fərqli olur. Deməli, burada açarımız 3452-dir. Birinci hərfi 3, ikinci hərfi 4, üçüncü hərfi 5 və dördüncü hərfə 2 yazdım. Yenidən söz, yəni hərfləri bitincəyə qədər bu ardıcılığı təkrarlayıram. Deməli, bu şəkildə yazdım. Bir daha deyirəm, bu da deşifrələmədir. Buna xüsusilə diqqət edin. Şifrələmə desəydi, biz irəliyə doğru hərəkət edəcəkdik. Deşifrələmə dediyi üçün mövqesindən geriyə doğru hərəkət edəcəyik. Deməli, indi prosesor sözünü götürürəm. P hərfindən 3 mövqeyə geriyə doğru gedərik. Buradan da baxa bilərik, yəni bu nömrələməyə ehtiyac yoxdur. 3 mövqe geriyə doğru getsək, gəldi düşdü M hərfinə. R hərfindən 4 mövqe geriyə doğru gedəsi olsaq, gəldi düşdü N hərfinə. O hərfindən 5 mövqe geriyə gedəsi olsaq, gəlib düşəcək J hərfinə. Sonra S hərfindən 2 mövqe geriyə doğru gedəsi olsaq, gəlib düşəcək Q hərfinə.
Sonra E hərfindən 3 mövqe geriyə gedəsi olsaq gəlib düşəcək B hərfinə. Sonra yenə S hərfindən bu dəfə 4 mövqe geriyə doğru gedirik. 4 mövqe geriyə doğru gedəsi olsaq O hərfinə düşəcək. Növbəti addımda isə 5 addım geriyə doğru gedirik S hərfindən. Gəlib N hərfinə düşəcək. O hərfindən 2 mövqe geriyə doğru getsək M hərfinə və sonuncu R hərfindən 3 mövqe geriyə doğru getsək, bu dəfə də O hərfinə düşmüş olacaq. Deməli, şifrələnmiş mətnimiz, sözümüz bu şəkildə olar. Sonra Playfair üsulu. Playfair üsulu ən maraqlı üsullardan biridir. Bu üsulun özünün bir neçə qaydası var. Bu qaydalara uyğun olaraq da tətbiq edək. Playfair-i belə yazım hətta səliqəli olması üçün. Playfair-in qaydası necədir? Playfair-də 5-in 5-ə bir cədvəl yaradırıq. 5-in 5-ə bir cədvəlimizi yaratdıqdan sonra mövqelərə uyğun olaraq birinci hissədə açar sözümüzü qeyd edirik. Açar sözümüzün hərflərini. S, A, Y, yəni say sözünü qeyd edirik. Və sonra isə əlifbanı ardıcıl olaraq yazırıq. Amma bu yazdıqda diqqət edirik ki, hərflər təkrarlanmasın. Yəni əlifba A-dan Z-ə doğrudur. Mən artıq say sözünə A-nı işlətmişəm. Deməli, burada B-dən başlayaraq yazacağam. B, C, D, Y, F, C, H, I. Nömrələnmiş kvadratı xatırlayırsınızsa, biz demişdik ki, I ilə J-ni bir mövqedə yazırıq. Amma burada I ilə J-ni bir mövqedə yazmırıq. J-ni ümumiyyətcə qeyd etmirik. Sözün mənasına uyğun olaraq, burada I moladır, R moladır, onu artıq sonundakı sözə uyğun olaraq tapırıq. J-ni qeyd etmirəm. K, L, N bu şəkildə qeyd edək. Aha, indi S hərfini yazdığımız üçün, baxın, S-i başda yazmışdıq, ona görə S-i yazmırıq. T-ni qeyd etdim. Y hərfini də başda yazdığımızdan yenə bunu qeyd etməyəcəyik. XZ. Bu şəkildə yazdıq. İndi sözümüzü bu şəkildə yazandan sonra şifrələnəcək sözümüz printer sözdür. Şifrələnəcək, ümumiyyətcə bunun əsas qaydası nədir? Birinci qaydanı sayım, sonra isə tətbiqinə baxaq. Birinci əsas qayda odur ki, seçilən açar söz 5-in 5-ə cədvələ qeyd edilir və bu cədvəldə açar söz yazılır, sonra isə əlifba ardıcıl düzülür. Şifrələnəcək mətn 2 hissəyə bölünür və əgər 2 hissə çatmasa, bu zaman sonuna X əlavə edilir. Kodlaşdırılacaq sözlər eyni sətirdədirsə, bu ikili qruplaşdırmadır. Eyni sətirdədirsə sonundakı hərfi götürülür, eyni sütundadırsa aşağısındakı hərfi götürülür. Nə eyni sətir, nə eyni sütun deyilsə, ikinci nöqtələr götürülür. Bu qaydaları indi tətbiq edək. Printeri 2-2 ayıraq. IN, TE və R hərfi tək qaldığından bunu da bir X yazdıq. Bir dənə kəsim lap belə üzərindən cədvəldə kəsək gedək. IN, baxın, bu da ikili böldü. İndi P və R hərfinə baxırıq. P və R hərfi, diqqət etsəz, eyni sətirdədirlər. Eyni sətirdə olduqlarından bunların bir mövqe sondasını götürürük. P-dən bir mövqe sonra Q hərfidir. Deməli, P-nin kodu olacaq Q, yəni Q hərfi. R-dən bir mövqe sonra T hərfidir. Bunun da kodu olacaq T. İndi ikinci bölməmiz I və N hərflərdir. I və N hərfi də yenə eyni sətirdə yerləşirlər. I-nin kodu olacaq K, yəni Q hərfi. N-in kodu, N-dən sonra axı bir, belə deyək də, hərf yoxdur. Ona görə cari sətrin əvvəlinə gedəcək. Bunun da kodu olacaq I hərfi. Növbəti T və E hərflərinə baxaq. T və E hərfləri nə eyni sütunda deyirlər, nə də eyni sətirdə deyirlər. Bu zaman isə bir kvadrat çəkirik. Və bunların künc nöqtələrinə baxırıq. T-nin künc nöqtəsinə düşüb P hərfi. Deməli, T-nin kodu olacaq P. E-nin künc nöqtəsinə isə düşüb H hərfi. Deməli, E-nin kodu da olacaq H şəklində. Son olaraq R və X hərflərimiz qaldı. Bunlar isə eyni sütundadırlar.
Eyni sütunda olduqda isə aşağısındakı hərf götürülür. R-in aşağısındakı hərf X hərfidir. X-dən aşağı olmadığından cari sütun əvvəlinə qalxacaq. Olacaq bunda hərfi bu şəklində. Yəni bizim şifrələnmiş mətnimiz bu formada olmuş olar. Bu oldu bizdə Playfair üsulu vasitəsilə şifrələməmiz. Keçək növbəti üsula. Vigener üsulu vasitəsilə şifrələnmə. Bu adacalığı gətirək bura qoyaq. Vigener üsulunda necədir? Vigener üsulunda deməli söz verilir və açarımız qeyd edilir. Burada da Gronsvetdə olduğu kimi üzərinə qeyd edirik. Sadəcə biz Gronsvetdə rəqəmləri qeyd edirik. Vigenerdə isə hərfləri qeyd edərik. Deməli, sözümüz skanerdir, açarımız isə key sözdür. Deməli, üzərinə qeyd edək. Burada şifrələməni necə aparaq? Baxırıq S hərfinin əlifbadakı mövqeyinə. S hərfinin əlifbadakı mövqeyi 18-dir. K hərfinin mövqeyi isə bərabərdir ona. Bunların mövqeyinə görə cəmləyirik 28. Aldığımız ədəd 26-dan böyük olanda 26-ya bölünməsindən alınan qalığı tapdıq. 28-in 26-ya bölünməsindən alınan qalıq da 2-yə bərabərdir. Və deməli, burada birinci hərfimizə yenə əlifbada ikinci mövqedə dayananı götürəcək, yəni C hərfini. Birinci hərfimizi aldıq. Keçək ikinci hərfimizə. İkinci hərfdə hərfimiz K hərfidir, bu S-in koduydu. K hərfində K-nın mövqeyinə baxırıq 10. E hərfinin mövqeyinə baxırıq 4. Etdi 14-ə bərabər. 14 də əlifbamız, yəni 26 hərfdən ibarət olduğundan 14-ü rahat götürə bilirik. 14-cü hərfimiz də gəlib düşür O hərfinə. A hərfinin koduna baxsaq. A-nın mövqeyi 0-dır. Y-in mövqeyi isə 24-dür. 0-dan da 24-ü cəmlədik, etdi 24. Yəni 24-cü hərfimizi Y-i götürürük. N hərfinin mövqeyinə gəlsək. N-in mövqeyi 13. N-dəki kodlaşdırılan hərfimiz K-dır. 13 ilə onu cəmləyərək edəcək 23. 23-cü hərfimiz X-i götürdük. E hərfinə baxsaq, E hərfimizin mövqeyi 4 və bunun da elə şifrələnmiş, yəni hərfi 4-dür. Bunların cəmi bizə verəcək 8-i. 8-ci hərfdə I-nin mövqeyidir və sonuncu R hərfini də yazsaq. Deməli, mövqeyimiz olacaq 17. Şifrələnəcək hərfdəki qiymətimiz Y-dir, 24-dür. 17 ilə 24-ü cəmləyirik. Edit 41 və 41-in 26-ya bölünməsindən alınan qalığı taparıq. 41 də 26-ya bölünməsindən alınan qalığımız edəcək, deməli, 15-ə bərabər. Bərabərdə 15. Mod 26 bərabər olacaq 15-ə. 15-ci hərfimizə də baxsaq, 15-ci hərfimizdə düşür P hərfinə. Deməli, bizim şifrələnmiş mətnimiz bu formada olmuş olacaq. Növbəti 8-ci sualımızda. Polibiya nömrələnmiş kvadratlar üsulu. Elə mötərizədə adı da qeyd edilib, nömrələnmiş kvadratlar şəklində. Bu da 5-in 5-ə bir cədvəl çəkərək hesablamamızı apararıq. Bir də bunu aşağı mövqeyə çevirim. 5-in 5-ə bir cədvəl əlavə edirik. Əlifbamızı ardıcıl olaraq hərflərini qeyd edirik. Burada I və J hərflərini bir yerdə qeyd edirik. Beşin beşi nömrələmək üçün yuxarıya doğru bir sütun əlavə edirəm. Nömrələri təyin etmək üçün və sola doğru da, daha doğrusu yuxarıya doğru bir sətir, sola doğru bir sütun əlavə edirəm. Nömrələrimizi qeyd etməyimiz üçün.
Deməli, birinci gəlib burada baxırıq proqramlaşma sözündə P hərfinin mövqeyini. Burada birinci qeyd edirik sətrin nömrəsini, sonda isə sütunun nömrəsi. Dördüncü sətrin 5-ci sütunda yerləşir. Deməli, 4-5 yazdıq. R hərfinin gəlib mövqeyini tapsaq, 4-cü sətrin 2-ci sütunundadır. O hərfinin mövqeyini tapsaq, 3-cü sətrin 4-cü sütunundadır. Q hərfinin mövqeyi 4-cü sətrin 1-ci sütunu. L hərfi yenə 4-cü sətrin 2-ci sütunu, A hərfi 1-in 1-ə, M hərfi 3-ün 2-yə, L hərfinin mövqeyinə baxsaq 3-ün 1-ə, A hərfi 1-in 1-ə, S hərfi 4-ün 3-ə, D hərfi olacaq 1-in 4-ə, I hərfinin mövqeyi, daha doğrusu I hərfinin mövqeyi 2-ci sətrin 4-cü sütunu, R hərfinin mövqeyi 4-cü sətrin 2-ci sütununda olacaq. M hərfində 3-cü sətrin 2-ci sütunu və A hərfi 1-ci sətrin 1-ci sütunu. Yəni, bu formada qeyd edə bilərik. Bu da olur bizim polibiyan nömrələnmiş kvadratlar üsulu. Gələk ziqzaq üsuluna. Ziqzaq üsulu çox sadə üsullardan biridir. Bu üsulun standart bir dənə qaydası var ki, verilən açar bizdə sətrin sayıdır. Sütunların sayı isə sözdəki hərflərin sayı olmuş olur. Məsələn, burada kibir üçün boşluğu nəzərə ala bilərsiniz. Əslində istəsəz orada qeyd edə bilərsiniz ki, boşluq nəzərə alınmayıb və yaxud da boşluğu altdan xətlə elə boşluğun özünün də nəzərə alınma olur. Gəlin biz nəzərə alaraq bunu yazaq. Deməli, 2 sətir olacaq. Ziqzaq formasında biz sözümüzü qeyd edirik. Boşluğu burada nəzərə aldıq. Bu cədvəli bu şəkildə sərgəli istəsək, bağlasaq daha yaxşı olardı. Və söz oxuyanda da sətri düz oxuyacağımızdan belə bir formalı söz alınacaq. K, B, R, H, C, M, I, E, boşluq, U hərfi kimi. Deməli, ziqzaq sonu necə edəkdir? Adi, yəni gördüyünüz kimi belə bir ziqzaq formasında sözümüz yazılır. Verilən açar bizdə sətirlərin sayıdır. Sütunların sayısı hərflərin sayı bildirir. Görürsünüz 6, 7, 8, 9, 10, 11 dənədir. Həqiqətən də saysaq 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə, daha doğrusu 10 dənədir. Elə 10 dənə sütunumuzun olduğunu görə bilərik. Gələk Pigpen üsulundan. Pigpen üsulu ilə şifrələnmə. Pigpen üsulunun qaydasını yadda saxlamamız lazımdır. Bu da hazır mən şəklini əlavə edeyim. Vaxtı itirməmək üçün. Amma standart qaydasında vurğulayacağım. Deməli, Pigpen sonunda hərflərimizin mövqeyini qeyd edirik. Birinci standart A, B, C, D, E, F, G, H, I hərfləri sadə formada qeyd edilir. Sonraki mövqedə burada baxın, C-ni mütləq qeyd edirik. Ucu nöqtələrinə nöqtələr qoyulur. Burada ziqzaq formasında nöqtələr, burada isə yuxarı hissədən nöqtələr qeyd edilir. Sonra isə bir X format çəkilir. S, T, U, V bu formada qeyd edilir. Burada isə deməli, nöqtələr formasında yazılmış olur. Kodlaşdırılması necədir? Deməli, alqoritm sözünü bu üsuldan istifadə edərək şifrələyək. Birinci gəlir A hərfimiz. A-nı yazan zaman, baxın, burada necədir? A-nın fiquru bu şəkildə, düzdürmü? Qeyd edirik. L hərfinə gəlib baxaq. L hərfinin fiquru bu şəkildədir, yəni yuxarısı və sağ tərəfi açıqdır. Və ucu nöqtəsində nöqtə var. Nöqtəsinlə bir yerdə qeyd edirik. Burada cədvəli sizin özünə çəkməli olacaqsınız. Yəni, bu cədvəli mütləq yadda saxlayın. Burada görürsünüz, aşağı mövqeyi boşdur. Yuxarısında bir dənə də nöqtəsi var. Q hərfini bu şəkildə yazırıq. O hərfinə baxsaq, O hərfinin bir dənə sağ küncü boşdur. Bu hissəsini də nöqtəsinə qeyd edirik. Sonra R hərfində belə bir formadadır. İ hərfinə baxsaq, burada nöqtəsi yoxdur.
T hərfimiz deməli bu formadadır. Belə bir xətdir. Və nəhayət M hərfimizdə bir dənə sol hissəsi boşdur. Və ortada da belə bir nöqtəsi var. Bu da olur bizim Pigpen üsulu vasitəsilə sözümüzün şifrələnməsi. Növbəti sual Afin üsulu. Afin üsulu da ən maraqlı üsullardan biridir. Bu üsul hazır bir düstur əsasında hesablanmış olur. Düsturumuz isə y bərabərdir ax plus b düsturudur. Burada a deməli vurma açarımız, b sürüşdürmə açarımız, x də əlifbanın mövqeyidir. Mövqeyimizə uyğun olaraq da bunları yenidən gətirib buraya tətbiq edək. Deməli, sözümüz kompüterdir. Dedik ki, düsturumuz y bərabərdir ax plus b-dir. Gəlib birinci K hərfinə görə kodlaşdırılacaq mətnimizi tapıram. Deməli, düsturda yerinə qoysaq, A-nın qiyməti 11-dir. X bizim əlifbadakı mövqeyimizdir. K-nın gəlirik, əlifbadakı mövqeyini müəyyən edirik. K-nın əlifbadakı mövqeyi 10-a bərabərdir. 11 vurulsun 10, üstə gələnsin. B də bizim sürüşdürmə açarımızdır. B-imizin qiyməti isə bərabərdir. Burada 6-ya, plus 6. 11-i 10-a vurduq. 110, 110 üstə də 6 gəlsək, etdi 116. Yenə burada biz 26-ya bölünməsindən alınan qalığı tapacağıq. Çünki ədədimiz, yəni 26-dan kifayət qədər böyükdür və əlifbamız 26 hərfdən ibarətdir. 116-nı da 26-ya bölsək, bu da bizim tam hissəmizə 4 dəfə düşəcək. Yəni 26-nı 4-ə vursak 104 edir. Tam hissəmizə 4 düşür və bizə də lazımdır bunun qalığı. Qalıq hissəmizdə də düşəcək 12. Yəni burada biz 12-ci hərfimizi taparıq. 12-ci hərfimiz olacaq N kimi. Gəldik indi O hərfinin kodunu tapmağa. O-nun mövqeyinə baxarıq. Yenə A-mızın qiyməti 11, O-nun mövqeyinə gəlib baxarıq 14 və B-mizin qiyməti də 6-ya bərabərdir. 11-i vurarıq 14-ə 154, üstə də 6 gəlsək, nəticəmiz 160-a bərabər olacaq. 160-ın da 26-ya bölünməsindən alınan qalığı tapsaq, bu da 6 dəfə düşəcək bizim tam hissəmizə, amma bizə yenə lazımdır qalığımız. Qalığımız da olacaq 4. 4-cü hərfimiz isə bərabər olacaq E hərfinə. Gələk M hərfinin kodunu tapmağa. Yenə A-mızın qiyməti 11. Deməli, M-in mövqeyinə baxırıq 12-dir. 11-i vursaq 12-yə 132 və B-nin də qiyməti 6-dır. Üzərinə də gəlsə edəcək 138. 138-in 26-ya bölünməsindən alınan qalıq burada deməli 5 dəfə ilə düşəcək. 5 dəfə də düşsə 130, qalığımız olacaq 8. 8-ci mövqedə yerləşən hərfi yazarıq İ hərfini. Sonra P hərfinə görə. A-mızın A açarımız 11, P-nin mövqeyinə baxırıq 15 və B açarı 6 ilə cəmləsək. 11-də 15-ə vursak 165, B açarımız da 6-dır. Deməli 171-ə bərabər oldu. Bərabərdir 171. 171-in də 26-ya bölünməsindən alınan qalıq 6 dəfə düşür. Deməli 156 edir. O da qalığımız da bərabər olacaq 15-ə. 15-ci hərfimiz də tapsaq eləyəcək P. Elə P özündən düşmüş oldu. U hərfinə baxaq. Bunu hamısını bir yerdə yazmaq üçün bunu da silim. Deməli, U hərfinə baxaq. A-mızın qiyməti 11, U hərfinin mövqeyi 20-dir, B açarımız 6-ya bərabərdir. 11-i deməli 20-yə vurduq, 220 üstə də 6 gəlsə edəcək 226. 226-nın da 26-ya bölünməsindən alınan qalığımız deməli 8 dəfə düşəcək.
mod 26. Tam hissəmiz daha doğrusu düşəcək 8 dəfə. Qalığı 8 dəfə edəndə 208 edir. Qalığımıza gəldikdə isə 226-dan 208 çıxsaq edəcək 21. Yəni qalıq 21, 21-ci hərfimiz də olacaq V hərfi. V. Sonra gəldik T hərfinə. A-mızın qiyməti 11. T-nin mövqeyinə baxırıq 19. Üzərinə gəlirik 6-nın. 11-də 19-a basaq 209, üstünə də 6 gəlsək, bərabər olacaq 215-ə. 215-in də 26-ya bölünməsindən alınan qalığı tapsaq, deməli, tam hissəmizə düşəcək 8. Qalığımıza gəldikdə isə qalıq da olacaq 7-yə bərabər. 7-ci hərfimiz də bərabərdir H-a. E hərfinin mövqeyinə gələk. A-mızın qiyməti 11, E-mizin qiyməti 4, üzərinə də gələrik 6-nın. 11-i 4-ə vursak 44, üstə də 6 gəlsək, bərabər olacaq 50-yə. 26 da 50-yə, deməli, tam hissəsi olacaq 1. Qalıq hissəsinə gəlincə isə, deməli, olacaq 24. Qalıq 24. 24-cü hərfimiz də bərabər olacaq Y-ə. Və sonuncu hərfimiz. A-mızın qiyməti 11, R-in mövqeyinə gəlib baxası olsaq 17 eləyir, üzərinə də 6 gələrik. 11-i 17-yə vursaq, deməli 187 edəcək, 187-nin üstə 6 gəlsək, bərabər olacaq 193-ə, 193-ü də 26-ya bölsək, deməli 7 dəfə ilə düşür. 182, qalığımız bərabər olacaq 11-ə. 11-ci hərfimizə də baxsaq, hərfimiz L hərfi olacaq. Deməli, bu şifrələnmiş mətni ardıcıl yazsaq, M-L L şəklində. Bu formada sözümüz alınmış oldu. Bu olur bizim afin üsulu vasitəsilə şifrələməmiz. Gələk növbəti suala, 12-ci suala. Eyni açıq mətni 3 müxtəlif üsulla Atbay, Sezar və Vijeneylə şifrələyin. Deməli, burada Sezarda mətn info-security sözdə, Sezar çarımız 7, Vijeneydə isə datadır, Atbaşda isə sondan əvvələ doğru demək ki, yazırdıq. Deməli, birinci Sezardan başlayaq. Sezarda dedik ki, mövqeyinin üzərinə 7 gələrək hesablayaraq, deməli, I hərfindən 7 mövqeyə sonraya baxsaq, P hərfinə düşəcək. N hərfindən 7 mövqe sondaya baxası olsaq, U hərfinə düşəcək. F hərfindən 7 mövqe sondaya baxası olsaq, M hərfinə düşəcək. O hərfindən 7 mövqe baxsaq, V-yə düşəcək. S hərfindən 7 mövqe sondaya baxsaq, Z hərfinə düşəcək. E hərfindən yenə 7 mövqe getsək, L hərfinə, C-dən hesablasaq, J hərfinə, U-dan hesablasaq. 7 mövqe gələndə, yəni əlifba bitəndə bildiyiniz kimi başa qaydırdıq. Y hərfinə düşdü. I-dən yenə 7 mövqe gəlsək, Q hərfinə düşəcək. T-dən 7 mövqe, yenə əlifba bitdiyi üçün başa qayıtdıq. Və Y-dən də 7 mövqe F hərfinə düşmüş olacaq. Bu oldu bizdə Sezar üsulu ilə şifrələnməmiz, yəni 7 olduğundan açarımız 7 hərf davam edərək hesablamış olduq. Deməli, indi bu sözü Vijeney və Atbaş üsulu ilə hesablayaq. Deməli, bunu gətirək. Vijeney üsulu ilə hesabladıqda dedik ki, sözü qeyd edirik, sözün üzərindən açarımızı yazaraq davam edirik.
C hərfidir. Aha. İndi deməli, birinci hərfin koduna baxaq. I-nin gəldiyi əlifbadakı mövqeyini tapırıq. I-nin qiyməti 8, D-nin qiyməti isə 3-dür. 8 ilə 3-ü cəmlədik, bərabər oldu 11-ə. 11-ci hərfimiz tapırıq L. Keçdik ikinci hərfimizdə N hərfi. N-in mövqeyi 13, A-nın mövqeyi 0-dır. 13 ilə 0-ı cəmlədik, elə etdi 13. 13-cü hərfimiz N idi, N-ə qeyd etdik. F-in mövqeyinə baxırıq 5, T-nin mövqeyi isə deməli 19. 19 ilə 5-i cəmlədi, etdi 24. 24-cü hərfimiz Y-dir. A-nın mövqeyi 0, O-nun mövqeyi isə deməli bərabərdə 14-ə. 0 ilə 14-ü cəmlədi, etdi 14. Elə 14-cü mövqeyimizdə də onu qeyd etdik. Sonra baxırıq D-nin mövqeyinə. D-nin mövqeyi 3, S hərfinin mövqeyi isə 18-dir. 18 ilə 3-ü cəmlədik, 21. 21-ci hərfimiz V hərfidir. Deməli, gətirib burada V hərfini qeyd edirik. Sonra A-nın mövqeyi 0, E-nin mövqeyi 4-dür. 0 ilə 4-ü cəmlədik, 4 etdik. Yəni, burada gətirib E hərfini yazarıq. C hərfidir bu, hə. T-nin mövqeyi deməli 19, C-nin mövqeyi 2, 21-ci hərfə düşdü. 21-ci hərfimiz olacaq V. A-nın mövqeyi 0, O-nun mövqeyi 20, etdi 20-ci hərfimiz, yəni elə olar U hərfi. D hərfinin mövqeyi 3, R hərfinin mövqeyi 17, düşəcək 20-ci hərfimizə. Bunun da kodu oldu U şəklində. A hərfinin mövqeyi 0, İ hərfinin mövqeyi deməli 8. Bunları da cəmlədik, bizə 8-i verdi. Elə 8-ci hərfimiz İ olacaq. T-nin qiyməti 19-dur. Elə T-nin kodlaşdırılacaq hərfi də T-dir. Deməli, 19 ilə 19-u cəmləyərik. 19 ilə 19-u cəmləsə edəcək 38 və 38 ilə 26-nı aşan bir ədəd olduğundan bunun 26-ya bölünməsindən alınan qalığı taparıq ki, qalığımız da 12-dir. 12-ci hərfə gəlib düşəcək M hərfi. Və son olaraq A-nın mövqeyi 0, Y-in mövqeyi 24 edirik. 0 ilə 24-ü cəmlədik, 24. 24-cü hərfimiz də Y-dir. Yəni, bizim bu sözdə Vigener üsulu vasitəsilə alınmış oldu. Atbaş üsulundan bu sözü alası olsaydıq, bayaq belə mövqeylə yazmışdıq. Elə gətirək. Yenidən qeyd edək. Deməli, İ hərfini R hərfindən kodlaşdırdıq. N üçün kodlaşdırdıq M hərfini. F-də olacaq U atbaş üsuluna görə. S hərfində olacaq H hərfi. E hərfi üçün V hərfi. C hərfində olacaq X hərfi. U hərfində olacaq F hərfi. R hərfində olacaq İ hərfi. İ hərfində həmçinin olacaq R. T-də olar. Deməli, kodlaşdırılacaq hərfimiz G. Y-də isə kodlaşdırılacaq hərfimiz olur B şəklində. Bu da oldu 3 müxtəlif üsullar, yəni həm Sezar, həm Atbaş, həm də Vigener üsulu ilə kodlaşdırma. Gələk 13-cü sualda. Deməli, lak sözü Sezar yoxlayım, gedim, davam edelim, həvsin. Lak sözü Sezar sözü ilə şifrələdikdə bu ifadə alınıb. Eyni qayda ilə hansı sözü şifrələdikdə alınan nəticəmiz belə olacaq. Deməli, şifrələmə dedikdə biz dedik ki, irəliyə doğru gedirik. İndi baxıram ki, L hərfindən mən neçə mövqe irəliyə doğru getmişəm ki, Q hərfinə çatmışam. Baxsaq, deməli, bizdə 5 hərf olub ki, açarımız, deməli, K-mız 5 olub ki, 5 hərf biz irəliyə doğru getdikdə K hərfinə gəlib çatmışıq. Deməli, bu şifrələnmiş mətndə bu şəkildədirsə, biz buradakı sözdən 5 hərf geriyə doğru getsək, mövcud ifadəmizi alarıq. 5 hərf indi geriyə doğru getsək, birinci hərfimiz oldu H hərfi. Sonra F-dən 5 mövqe geriyə doğru gedəsi olsaq, A hərfinə düşdü. U-dan deməli
5 mövqe geriyə düşdük, getdik. P hərfi ilə 2 dənə hərfimiz təkrarlanmışdı. D-dən 5 mövqe geriyə doğru getsək, yenə əlifba bitdi. Sondan əvvələ doğru gəldik. Y hərfinə düşdü. G-dən 5 mövqe geriyə doğru getdik. B hərfinə. N-dən 5 mövqe geriyə getdik. W-dan yenə 5 mövqe geriyə getdik. Yəni bu şəkildə ardıcıl şəkildə yazırıq. F-dən 5 mövqe A-ya düşdü. D-dən 5 mövqe Y-ə düşdü. Yəni həbibə özdə ifadəsi imiş bu sözümüz. Gələk 14-cü sualımıza. Giz səhifəli sənədin ilk və son səhifəsi budur. Bir dənə hərfimiz səhv düşüb. Son səhifələrin hər birində 20 kilobaytlıq qrafiki təsvir var. Deməli, ilk və son səhifə. 2 dənə səhifəmizin hər birində 20 kilobaytlıq qrafiki təsvir varsa, deməli, bizim qrafiki təsvirimizin ümumi həcmi 40 kilobaytlı şəkil yazaq. Sonra, qalan səhifələrin 258 səhifədən ikisi getdi. Bizdə yerdə qaldı 256 səhifə. 256-mız da küstü 8-ə bərabərdir. Hər birində 32 sətir var. 32-miz küstü 5-dir. Hər sətirdə 16 simvol var. 16 isə küstü 4-dür. Məlumdur ki, əlifbada hər bir simvol informasiya həcmi 8 bitdir. Elə 8 biti qeyd edim. Bu sənədin neçə kilobayt olduğunu tapın. Deməli, burada baxırıq ki, budan zaman üstlər toplanır, bölən zaman üstlər çıxılır qaydası ilə. Deməli, 13, 17, 20. Küstü 27. Bitdən də kilobayta keçən zaman küstü 13-ə bölərik. Bunu da biz küstü 13-ə bölsək, qalacaq küstü 7. Yəni, 128 kilobayt. Ümumi sənədin həcmini istəyir. Deməli, 128 kilobayt bizdə yerdə qalan digər səhifələr oldu. İlk 2 səhifəmiz də 40 kilobayt idi. Ümumi həcmi də bizdən istəyirsə, cavabımız olacaq 168 kilobayt. 15-ci sualda hər bir hərf özündən 4 mövqe məsafədə yerləşən hərflə şifrələnmişdir. Yəni, açarımız 4-dür. Burada bizdən Sezar sonunu istəyir. Sezar sonunda da şifrələmə dedikdə irəli, deşifrələmə dedikdə isə geriyə doğru hərəkət edirik. Birinci hərfimiz deməli oldu T hərfi. Y hərfindən 4 mövqe getsək, deməli düşəcək C hərfinə. T hərfindən 4 mövqe gedəsi olsaq X hərfinə. H hərfindən deməli 4 mövqe getdik, L hərfinə düşdü. O hərfindən 4 mövqe gedəsi olsaq S hərfinə. N hərfindən də 4 mövqe gedəsi olsaq L hərfinə düşdük. Belə, bu da oldu bizim şifrələnmiş mətnimiz. Növbəti 16-cı sualımızda. 30 səhifədən ibarət, bu sanki bayaqki başdakı sualdır. Dən baxam, təkrarçıdır, bir daha izah eləməyək. Bu da 516 səhifədir, yol hərəkəti olan eyni sualdır. Bu bayaqki sual oxşuyur, sadəcə o da ikinci sualdır. 256 təsviri yazılıb burada, digərində isə 512 yazılmışdır, yəni eyni sualdır. 16 da demək olar ki, oxşuyur, amma yenə də izah edək. 30 səhifədən ibarət kitabın ilk 2 səhifəsi. İlk 2 deyilsə, elə 2-ni götürdük. 1024 vurulsun 512 bitsə. 1024-ümüz küstü 10, 512-miz isə küstü 9-dur. 256 rəngli palitra. Palitra deyilsə üstün bitini götürürdük. Olurdu 8 bit. 8-i də küstü 3 şəklində də yaza bilərik. Digər sənədlərə keçmədən. Kitabın ümumi informasiya həcmi. Burada baxırıq ki, cavabı kilobaytladırmı, yoxsa megabaytladırmı? Böyük ehtimal kilobaytlı istəyəcək. Çünki digər səhifələrə baxsaq, digər səhifələr 30-dan indi 2-ni çıxdıq, qaldı 28 səhifə. 28-i qeyd edirəm. 64 simvol, 64 küstü 6, yenə 64 sətir küstü 6. Yenə kod deyilsə küstü 1. Baxıram ki, mən bunu heç cürə onsuz da küstü 20-yə çatdıra bilməyəcəm. Deməli, bu kilobaytlı istəyir. Əvvəlcə başdakı səhifəni çevirək. Bitdən kilobayt keçəndə dedik ki, küstü 13-ə bölürük. Buradakı küstü 13-ümüz ixtica gedəcək, qalacaq küstü 10, yəni 1024 kilobayt. Bunu aldıq.
Baytdan da kilobayta keçəndə küstona bölərik. Küstü 13 ilə küston ixtisar getdi, qaldı küstü 3, yəni 8. 28-i də 8-ə vurası olsaq, edəcək 224. Ümumi həcmi də istədiyindən 24 ilə də 224-ü cəmləsək, cavabımız 1248-ə bərabər olacaq. Cavab olar 1248 kilobayt. 17-ni bir dənə sürətli deyək. Onsuz da bu qədər də çox sualımız qalmayıb. Deməli, 17-ci sualda. Yol hərəkəti qaydalarının pozulma halını avtomatik qeydə alan cihaz 4096 rəngli palitra. Palitra deyəndə üstün bitini götürdük. 4096-mız da küstü 12 olduğundan yazarıq 12 bit şəklində. 1024 vurulsun 768 piksel. 1024-ümüz küstü 10. 768-i isə 256 vurulsun 3 kimi qeyd etmək olar. Ötürmək üçün şəkillər üzərində 256 belə təsvir. 256-nı isə yazarıq küstü 8 şəklində. Cavabı megabaytda istədiyindən bitdən megabayta çevirən zaman isə küstü 23-ə bölərik. Deməli, bunların üzərini cəmləsək 36 vurulsun edəcək küstü 26. Bölünsün küstü 23. Küstü 26 ilə də küstü 23 ixtisar getdi. Qaldı küstü 3, yəni 8. 36-nı da 8-ə vursaq, nəticəmiz 288 megabayt olmuş olar. On 9-cu sualda atbaş üsulu vasitəsilə şifrələmədir. Atbaş üsulunun qaydasına görə də birinci hərf sondan birinci hərflə, sonuncu hərf isə sondan əvvəldən birinci hərflə kodlaşdırılır. Deməli, indi bu da baxırıq ki, S-in kodlaşdırılmış hərfi H-dır, V-nin kodlaşdırılmış hərfi E-dir, O-nun kodlaşdırılmış hərfi L-dir. Elə 2 dənə O hərfini istifadə edir. L-də olacaq O şəklində. D-nin kodlaşdırılmış hərfi W. L-də O şəklindədir, I-də deməli O da L və W-də isə D şəklindədir. Deməli, bizim kodlaşdırılmış mətnimiz Hello World şəklində olmuş oldu. 19-cu sualda 32 saniyəlik yüksək keyfiyyətli audio faylın həcmini kilobaytla hesablayın. 32-ni deməli qeyd edik küstü 5 şəklində. Yüksək keyfiyyətli dedikdə 16 bit 44 kHz-ə vurarıq. 16-nı yazarıq küstü 4, 44 kHz. Kilo üçündə dedik ki, minə vurmamız lazımdır. Mini isə qeyd edərik 125 vurulsun 8 şəklində. Bitdən də kilobayta keçid edən zaman küstü 13-ə bölərik. Küstü 13-ə bölsək, küstü 9, üstdən bu 125 vurulsun 8 idi. Küstü 9, küstü 12, yəni burada qaldı 44 vur 125. 13 ilə də 12 getdi, aşağıda küstü 1, yəni 2 qaldı. 44 ilə də elə 2-ni ixtisara aparsaq, qalacaq 22 vurulsun 125. 22-ni də 125-ə vurası olsaq, nəticəmiz 2750 kilobayta bərabər olar. Cavab olar 2750 kilobayt. Sonra atakt mətnini şifrələyək. Deməli, Qudonspektdə dedik ki, sözün üzərinə təkrar edirik açarımızı. 3452. 3 və 4. A hərfinin kodunu tapanda. A-nın əlifbadakı mövqeyi 0-dır. Üzərinə 3 gəlirik. 3-cü mövqeyi ilə kodlaşdırır. Yəni 3 hərf sürüşdürük. Oldu D hərfi. Birinci hərfimiz oldu D. T hərfinin üzərinə 4 gələrik. Yəni T-dən 4 mövqe. Sonraki hərfə baxaraq olacaq X. Və yaxud bunu bu şəkildə də baxmaq olar. Heç yerin üzərinə gəlmədən birbaşa hazır belə də baxmaq olar.
T-dən sonra 5 mövqe sonraya baxaraq düşəcək Y hərfinə. A-dan 2 mövqe sonraya baxaraq C hərfinə düşər. C-dən 3 mövqe sonraya baxsaq F hərfinə düşəcək və K-dan deməli 4 mövqe sonraya baxsaq O hərfinə düşmüş olacaq. Bu da olur bizim mətnimiz. Yəni burada heç belə nömrələməyə ehtiyac yoxdur. Birbaşa ardıcıllıqla da rahat baxa bilərik. Yenə Playfair üsuluna aid bir nümunədir. Elə açarımız saydı, bayaqkına rahat gətirib bura qoya bilərik. Dedik ki, Playfair üsulunda 5-ə 5-ə bir cədvəl forması yaradırıq. Birinci başa bizim açarımız qeyd edilir. Açarı qeyd etdikdən sonra əlifbanın hərflərini ardıcıl formada yazırıq. Və sonda sözü götürürük. Klaviatura sözdür. Sözün hərflərini 2-2 hissələrə ayırırıq. Klaviaturanı deməli basaq. K və L, A və V, A, T. Burada baxın, ikili hissələrə bölündüyündən, yəni əlavə bir X yazmamıza heç bir ehtiyac qalmadı. İndi baxırıq K və L-in mövqeyinə. K və L eyni sətirdədirlər. Deməli, özündən bir mövqe sonra götürürük. K-dan bir mövqe sonra L hərfinə düşür. L-dən bir mövqe sonra isə M hərfinə düşür. Deməli, K-nın kodu L, L-in kodu M-dir. Bununla ardıcılığı belə yazaq. A və V hərflərinə baxırıq. A və V hərfləri eyni sütundadırlar. Eyni sütun olduqda isə aşağısındakini götürdük. A-dan aşağı E-dir. V-nin aşağı sətir olmadığından A hərfinə qalxmış olacaq. I və A hərfləri üçün nə eyni sətirdirlər, nə eyni sütundurlar. Deməli, bir dördbucaq çəkirik künc nöqtələrə. I-nin künc nöqtəsində düşəcək K hərfi, A-nın künc nöqtəsində düşəcək S hərfi. T və U hərfləri üçün nəzərdən keçirsək, yenə nə eyni sətirdədirlər, nə eyni sütundadırlar. Deməli, belə bir künc nöqtə çəkəcəyik. T-nin künc nöqtəsindən düşəcək O hərfi, O-nun künc nöqtəsinə isə Z hərfi. R və A hərfləri də yenə nə eyni sətirdirlər, nə eyni sütundurlar. Burada da yenə künc nöqtələrinə görə baxacağıq ki, deməli düşəcək P-yə, A-da isə düşəcək B hərfinə. Yəni kodlaşdırılmış deməli hərfimiz olacaq K, S, O, Z, P, B şəklində. Bu oldu bizim Playfair üsulu vasitəsilə şifrələməmiz. Gələk Vigenère üsulu. Vigenère üsulunda da sözü qeyd edirik. Üzərində həmin sayda açarımıza uyğun olaraq təkrarlamamızı aparırıq. Bir də bu suala baxın. Bu sual sanki bayaq var idi. Bayaqki haskaniya sözüdür. Bu dəfə isə monitor sözdür, amma eynidir. Standart qaydamız. Deməli, açar üzərindən təkrarlayaraq davam edirik. Deməli, birinci hərfimiz M-ə görə baxsaq. M-in mövqeyini baxırıq 12. Birinci üzərinə yazılan hərf K hərfidir. K-nın mövqeyi, bu da bir dənə lap belə sərgəyə yazım. K-nın əlifbadakı mövqeyi deməli olacaq 10. 12 ilə 10 cəmləri etdi 22. 22-ci hərfimiz W. Birinci hərfimizi yəni W hərfini yazarıq. Sonra keçək ikinci hərfimizə. O-nun mövqeyi 14, E-nin mövqeyi 4-dür. Oldu bizdə 18-ci hərfimiz. 18-ci hərfimiz oldu S. N hərfinin mövqeyinə baxsaq, N hərfində 13, Y-də olacaq 24, bu etdi 37. 26-dan böyük ədəd olduqda 26-ya bölünməsindən alınan qalığı yazarıq. Və bunun da 26-ya bölünməsindən alınan qalığımız bizdə verəcək 11-i. 11-ci hərfimiz də
oldu el hərfi. İ hərfinin mövqeyinə baxsaq, İ-də 8, K-da 10-dur. Gəlib düşəcək 18-ci hərfimizə. 18-ci hərfimiz olacaq S. T hərfinə baxsaq, T-də 19, E-nin qiyməti 4-dür. 23-cü hərfimiz X-ə düşəcək. O hərfində olacaq, deməli, 14, Y-də olacaq 24, 38. 38-in 26-ya bölünməsindən alınan qalıq 12-ci hərfimiz M-ə düşəcək. Sonuncu hərfimizdə K-nın mövqeyi 10, L-də 17. Bunları cəmləsək 27-dir. 27-nin də 26-ya bölünməsindən alınan qalıq bizə verəcək biri. Birinci hərfimizdə olacaq B hərfi. Bu formada sözümüz alınmış oldu. Polibiya üsulu. Polibiya üsulda nömrələnmiş kvadratlar üsuludur. Bu da kriptoqrafiya sözünün kodlaşdırılmasıdır. Demək, gətirib cədvəlimizi yazsaq. Demək, birinci K hərfimizə baxaraq dedik ki, birinci sətir, sonra isə sütunun qiyməti ilə götürürük. Deməli, bu olacaq 2-nin 5-ə. E-də olacaq 4-cü sətir, 2-ci sütun. İ hərfində deməli, 2-ci sətir, 4-cü sütun. P hərfi üçün qeyd edərik 3, 5. T hərfində 4-ün 4-ə. O hərfində 3-ün 4-ə. Q hərfində 4-ün sətir 1-ci sütun, R hərfində 4-ün sətir 2-ci sütun, A hərfi 1-in 1-ə, F hərfində 2-nin 1-ə, I hərfində qeyd edərək 2-nin 4-ə, Y-də deməli 5-in 4-ə, A-da isə 1-in 1-ə. Yəni, bu formada nömrələnmiş kvadratlar üsulunu həll edə bilərik. Siz aralarını boşluqda görə bilərsiniz və ya belə bitişikdə qeyd edə bilərsiniz, yəni hansı uyğunsa. Ziqzaq üsulu ilə kodlaşdırma və ümumiyyətcə son 2 sualımız. Ziqzaq üsulunda deməli, verilən açar bizdə sətirlərin sayıdır. Sütunların sayını isə hərflərimiz göstərir və ziqzaq formasında da sözümüzü qeyd edirik. Boşluğumuz üçün belə bir hissə ayıraq. Deyək ki, burada belə bir boşluğumuz var. Burada deməli, sətirlərin sayı açarımız, sütunların sayı isə hərfimizin sayı göstərmiş olacaq. Və sözü yazan zaman da sətir üzrə qeyd edərik. Belə bir boşluğu belə bir simvolla əvəz elədim. O, U şəklində. Və sonuncu sualımız. Deməli, əlifbanın mövqeyini belə yazaq. Burada sonuncu sualda, bayaqdan biz sonuncu sualımızda nəzərdən keçirək. Deməli, burada Sezar ilə mətnin tək sıradakı hərflər 3 vahid sağa, cüt sıradakı hərflər isə 2 vahid sola doğru şifrələnmiş olur. Deməli, baxırıq. Burada birinci elimiz birinci mövqedə, ikinci, yine belə yazaq, L. Deməli, mövqesinə görə bunu qeyd eləyəsi olsaq, birinci mövqe, ikinci, üçüncü, dördüncü, beşinci, 6, 7, 8, 9, 10, 11, 12 kimi. Deməli, birinci el tək mövqedə dayanır. Baxırıq ki, tək sıradakı hərflər deyirsək, 3 vahid sağa doğru sürüşdürülür və burada bir dənə diqqət edin, nömrəsi birdən başlayın. Yəni, fərzdəki bunları biz birdən başlatmışıq. İndi 3 vahid sağa doğru sürüşdürürsə, gəlib düşdü bu birinci hərfimiz İ-yə. İkinci el isə ikinci mövqedə dayandığından cüt mövqedə dayanır. Bu zaman 2 vahid sola doğru sürüşdürdük. 2 vahid sola doğru sürüşdürdükdə gəldi düşdü bu N hərfinə.
Sonra i hərfinə gəlib baxıram. I hərfi üçüncüdür. Tək mövqedə dayanıb 3 vahid sağa doğru sürüşdürürük. F hərfinə düşəcək. M hərfi cüt mövqedə dayanıb 2 vahid sola doğru sürüşdürülür. O hərfinə düşür. U hərfi tək mövqedə olduğundan 3 vahid sağa doğru sürüşdürərik. Deməli, L hərfinə düşəcək. K hərfimiz cüt mövqedədir. Ona görə 2 vahid sola doğru sürüşdürərik. M hərfinə düşəcək. D hərfimiz tək mövqedədir. 3 vahid sağa A hərfinə düşdü. Sonra deməli keçək növbətisinə. Deməli 4, 6, 8 cüt mövqedədir. 2 vahid sola doğru sürüşdürərik. T hərfinə düşəcək. Sonra L hərfinə baxırıq. Tək mövqedədir. Sağa doğru sürüşdürürük. I hərfinə düşmüş oldu. G hərfi cüt mövqedədir. 2 vahid sola doğru sürüşdürdük. Deməli, G-ni bir dənə tapaq. 3 vahid bu G-də hə. 2, 4, 6, 8, 10. Cüt mövqedə olduğundan 2 vahid sola doğru sürüşdürərik. 2 vahid sola doğru sürüşdürdüyündən E hərfinə düşmüş oldu. O'ya düşür. Bu nədir? D hərfidir, G hərfi. Sonra son olaraq da deməli L hərfinə baxarıq. Bu da tək mövqeyə düşür. 3 vahid tək mövqedə olduğundan 3 vahid sağa doğru sürüşdürərik. O hərfinə düşdü. Və son olaraq L hərfinə baxarıq. Bu da cüt mövqedə olduğundan 2 vahid sola doğru sürüşdürürlər. N hərfinə düşmüş olar. Information kimi bir mətn alınır. Bu da G-nin biri artıq düşüb. Yəni sözün mənasına görə bir qəribə çıxır. Yəni bu formada sözümüz alındı. Heç bunun özünü də qeyd etsək, yenə tək mövqe, cüt mövqeyə görə hesablamış olarıq. Bu da bizim sonuncu sualımız. Hər birinizi imtahanda uğurlar arzulayıram.